studiyamızda göz yaşlarını tuta bilmədi. Zaur bəy. Mən bunu necə ifadə edəcəm bilmirəm. Günaydın. Güno aşqalar, necəsiz? Bax dostlarıma elədiyim kimi bir giriş elədim bugün. Diyetin başını buraxdım mən. Belə bir şey oldu. Deyəcəksən, harava diyet eləyirsən? Sıfır bədən olma çaban var. Bunu eləyən sosial mediadakı o, beli olmayan qızlardır. Makyajsız özümü daha çox bəyənməyə başlamışam uşaqlar. Filtr falan yoxdur bu düzümdə. Yerləşdirə bilmirəm sizi. Kəmalə verib hər şeydə taxıram. Şalkalarımızı söhbətdən ayıraq. Bu da ki. Amma bu görüntü... Niyə də taxmadım ki mən? Mən bir şey düşür, əsəb batsın. Becmə deyil. Mən uşaq vaxtı danışa bilmirdim. Təzə doğulmuşdum. Bir aylıq idim və çox yeriyə bilmirdim də. Çox çətinliklər çəkdim. Efirdə göz yaşlarını tuta bilmədi. Ay, nəsə batma hissi keçdi. Efirə çıxmaq çox istəyərdim mən. Mesela vətəndaş adı oynamaq. Ay, elə bir işdə oynamaq çox istəyərdim. Xahiş edirəm, POV videolarıma heç kim üstünə alınmasın. Bunlar sadəcə POV məqsədli çəkilir. Heç kimin dərdindən ölmürəm. Heç bir kimsə üçün darıxmamışam. Ya öyle şeyler yok. Kendinizden gelin gibi olmayın. Çok bacarırmış kimi burun kontürü. Mini bir dodaq qələmi. Mini bir göz qələmi. Ağ göz qələmi və dodaq kombosu. Tuş qarışımı. Və mən hazır. Bugün nələr baş verdiyini izləmək üçün vloguma göz açmağı unutma. Sağ olun.